bizdə uşaqlıqdan olan təbii maraq hissi, hər şeyi sındırmaq, baxmaq, yoxlamaq hissi itməsə, biz yenə də yeni sistemləri öyrənəcəyik. Ümumiyyətlə, proqramlaşdırma ixtisası son 30 ildə mənim şəxsən özümün keçdiyim karyera dövründə xeyli dəyişmişdir. Əvvəllər bu sırf mühəndislik ixtisası sayılırdı və böyük bir mühəndis bilikləri tələb olunurdu. Amma son 10 ildə bu artıq peşədən çox hər hansı bir biliklərə və bacarıqlara çevrilmişdi. Və bunun da sadələşməsi, bunun avtomatlaşdırılması gözlənilə bilən idi və biz bu tərəfə gedirik. Necə ki, bəlkə də 50 il əvvəl mühasiblər arasında bir panika olardısa ki, kalkulator yaranıb və bir kalkulator bizim işi aradan çıxardacaq, kalkulator mühasibliyi artıq tam olaraq dəyişəcək. İndi görürük ki, bu geriyə baxanda elə də düz fikir deyildi. Xırda bir dəyişikliklər olub, hətta software sistemlər yaranıb, ondan sonra avtomatlaşmalar yaranıb, amma işin özündə böyük bir dəyişiklik olmayıb, vaciblik də orasındadır. Təxminən 30 il əvvəl mən ilk dəfə proqramlaşdırmaya başlayanda bu böyük mühəndis bilikləri tələb eləyirdi. Xeyli kitablar oxumaq lazım idi. Misal üçün, məhz elə burada bizim davranış dəyişir. Artıq kitab oxumaq yox, hər hansı bir proqramlaşdırma dilinin bazalarını öyrənib, sonradan artıq sual verməklə, öyrənməklə, internetdə müzakirələr eləməklə, hal-hazırda isə süni intellektdən soruşmaqla proqram tərtib eləmək olar. Və son bu 30 ildə mənim gördüyüm proqramlaşdırmanın mühəndislikdən daha çox operatorluğa və belə deyək, çox dar istiqamətli və nisbətən də asanlaşmış kompüter biliklərinə, daha çox bacarıqlarına gəlməsini görürəm. Bu cəhətdən proqramlaşdırma adı eyni qalsa belə, 30 il əvvəlki, 50 il əvvəlki proqramlaşdırma ilə indiki proqramlaşdırma eyni deyil. 50 il əvvəl proqramlaşdırma ümumiyyətlə əl çatmaz idi. Çünki maşın zalları, kompüterlər hər adama əl çatan deyildi. Bu proqramlaşdırmanın düzgün və gözlənilən bir inkişaf yolunu göstərir və biz o tərəfə getməliyik. Gözlənilən kimi, misal üçün front-end proqramlaşdırmanın bir ixtisas kimi, bir bacarıq kimi get-gedə sadələşməsi və böyük ehtimalla aradan çıxması gözlənilir. Data analitikası sahəsində 5 il əvvəl, 7 il əvvəl olan böyük həyəcan, onun arxasınca gedən böyük bir kütlənin olmasına baxmayaraq, yaranan süni intellekt, mürəkkəb sistemlər artıq orada qoyulan məsələləri çox asanlıqla həll edirlər. Və bu cəhətdən də proqramlaşdırma dedikdə gənclərə, hansı ki öz təhsilini proqramlaşdırma üzərində qurmaq istəyir, daha geniş bir spektri götürməyə, yəni sözün kökündə mühəndislik durur. Və vaxtilə proqramlaşdırma mühəndislik problemlərini həll edirdi. Riyazi problemləri, hər hansı bir mühəndis hesabatlarının sadələşməsi, çünki proqramlaşdırma ilk əvvəllərdə, 70-lərdə, 60-larda riyazi məsələlərin avtomatik həlli üçün olub. Və bunun üçün mənim ən böyük tövsiyəm daha çox mühəndisliklə məşğul olmaqdır. Və mühəndislik olduqca, mühəndislik deyəndə mexanika mühəndisliyi, elektronika mühəndisliyi, istənilən bir mühəndisliyi, kompüter mühəndisliyi və bunlar olduqca proqramlaşdırma bütün gözlənilə biləcək və edilməsi lazım olan bir avtomatlaşmanın bir hissəsi olacaq. Mənim fikrimcə kökü, əsas fikri proqramlaşdırmaya yox, məhz mühəndisliyə qoymaq lazımdır. Mənə tez-tez həm abituriyentlər, həm tələbələr eyni sualla yaxınlaşır ki, ixtisası necə seçək ki, sonradan iş tapmaq rahat olsun. Və mənim əsas cavabım bu olur ki, ümumiyyətlə iş tapmağa görə ixtisas seçmək artıq səhvdir. Yəni ixtisas seçimi bir necə deyim, içərdən gələn həvəs olmalıdır. Yaratmaq eşqi, öyrənmək eşqinə bağlı olmalıdır.
necə ki rəssam öz çəkdiyi rəsmləri harda satacağını düşünmürsə, musiqiçi bu musiqidən necə pul qazanacağını düşünmürsə ilk əvvəllər, yəni ixtisas seçəndə, mühəndisdə də eyni bir şey olmalıdır. Yəni mühəndislik insanın bir daxili həvəsi olmalıdır. Biz geriyə baxsaq orta əsrlərdən, qədim dövrlərdən, lap Yunanistandan biz ixtiralardan həmişə eşidirik, oxumuşuq. Onların hamısı baxsaq niyə insanlar bunu ediblər? Daxildə olan maraq, mühəndisliyə olan həvəs və s. Və heç vaxt uduzmamaq üçün bu iş bazarı dediyimizdə, gələcəklə bağlı planlarla dediyimizdə həmişə üstə olmağımız üçün hər zaman bu belə deyək də bu mübarizədən qalib çıxmağımız üçün sevdiyimiz işlə məşğul olmalıyıq. Bu olduqca təbii ki, elə bir şey ola bilməz ki, biz işsiz qalaq. Təbii ki, zamanla müəyyən işlər sıradan çıxıb gediblər. Amma insanların üzdə qalması üçün əsas iş maraqlarını saxlamağıdır. Nümunə gətirim. 20 il əvvəl çertyojları yalnız kağız üzərində çəkirdilər. Bu həm arxitektura ilə bağlı idi, həm elektronika ilə bağlı idi. Amma yeni sistemlərin gəlməsi, CAD sistemlərinin gəlməsi bunu kompüterə keçirtdi. Və həmin o maraq, bizdə uşaqlıqdan olan təbii maraq hissi, hər şeyi sındırmaq, baxmaq, yoxlamaq hissi itməsə, biz yenə də yeni sistemləri öyrənəcəyik və bu qayda ilə həmin adamlardan gözlənti də bu idi ki, onlar kompüter sistemlərini öyrənsinlər, baxsınlar ki, əvvəl çəkdikləri çertyojlar indiki CAD sistemlərində necə olur. Yenə də ixtisas qalır, iş qalır, amma sistemlər dəyişir, bir təkamül var. Burada bizim əsas içəridə olan, uşaqlıqdan bizim olan maraq hissini öldürməmək və daim nələrisə yeni şeyləri öyrənmək, bəzən dərinə getmək, bəzən daha eninə öyrənmək, yəni yeni sahələri öyrənmək. Misal üçün, mühəndis üçün heç vaxt artıq deyil ki, o mühasibatı öyrənsin, yaxud da ki, arxitekturanı öyrənsin, əlavə xarici dil öyrənsin, yaxud da iqtisadi prinsiplərdən xəbəri olsun və bu onu yalnız dərinləşdirir və yeni ixtisaslara, yeni sahələrə çox asanlıqla adapt olmasına imkan verir. Thank you.